Salam və xoş gəlmisiniz. Bugün sizə yuxuda qoyun görmək mövzusunda geniş və peşəkar izah verəcəyik. Qoyun yuxuda həm ruhani, həm də gündəlik həyat ilə bağlı mesajlar daşıyan simvolik varlıqdır. Bu mövzu həm qədim, həm də müasir yuxu yozmalarında böyük əhəmiyyət kəsb edir. Əvvəlcə ümumi mənaya baxaq. Qoyun yuxuda tez-tez huzur, bolluq, qorunma və sakit həyat simvolu kimi qəbul edilir. Lakin yuxuda gördüyünüz hər detal qoyunların sayı, rəngi, davranışı və sizin onlarla olan münasibətiniz yuxunun mənasını dəyişir. Əgər yuxuda təmiz və ağ qoyun görsəniz, bu adətən sağlamlıq və rifah ilə əlaqələndirilir. Ağ qoyun eyni zamanda sakitlik və harmoniya deməkdir. Bu, həyatınızda sakit bir dövrün yaxınlaşdığını və ya mövcud vəziyyətin sizi qoruduğunu göstərir. Əgər bir neçə ağ qoyun görürsünüzsə, bu həm də ailə və dostlar tərəfindən dəstək mesajı daşıyır. Əksinə, yuxuda qaranlıq, xəstə və ya solğun rəngdə qoyunlar görmək diqqət və qorunma ehtiyacına işarədir. Bu cür yuxular sizə həyatınızdakı diqqət yetirməli olduğunuz məsələlər, sağlamlıq və ya şəxsi münasibətlər barədə xəbər verir. İbn Sirinin yuxu yozmaları ilə bağlı fikirlərinə görə, yuxuda qoyun görmək əsasən yaxşı işarədir. Ağ və təmiz qoyun görmək xeyirli işlər, sağlamlıq, bolluq və ruhi rahatlıq mənasını verir. Qara və ya xəstə qoyun görmək isə çətinlik, diqqət və ehtiyatlı olma mesajını daşıyır. İbn Sirinin fikrincə, yuxuda qoyunların sayının çox olması həm maddi, həm də mənəvi bolluğa işarədir. Yuxuda özünüzü qoyunlarla birlikdə görmək həm də sizin yumşaqlığınızı, başqalarına qayğınızı və səmimiyyətinizi simvolizə edir. Bu cür yuxular həm də ruhani inkişaf və daxili sakitlik barədə mesaj verə bilər. Qoyunların rəngi də önəmlidir. Məsələn, ağ və təmiz qoyunlar müsbət, xeyirli hadisələrə işarədir. Qara və solğun qoyunlar diqqət tələb edən potensial problemlərin xəbərçisidir. Çoxlu qoyunlar isə həm də ətrafınızdakı insanların dəstəyini simvolizə edir. Əgər yuxuda qoyun yemlənir, otlayır və sakit hərəkət edirsə, bu həyatınızda balansın, nizamın və sükunətin olduğunu göstərir. Əks halda yuxuda qaçan və ya qorxmuş qoyunlar görmək, həyatınızda gözlənilməz hadisələr və ya diqqət etməli olduğunuz məsələlər olduğunu bildirir. İbn Sirinin təfsirinə əsasən, yuxuda qoyun sürüsü görmək həm də cəmiyyət içində harmoniya və dəstək mənasını verir. Sürü ilə birlikdə olduğunuzu görmək sizin yalnız olmadığınızı və ətrafınızda dəstəkçi insanların olduğunu göstərir. Qeyd etmək lazımdır ki, yuxular hər zaman şəxsi təcrübə və hisslərlə bağlıdır. Qoyun yuxuları həm sadə, həm də ruhi mesaj daşıyır. Sakitlik, diqqət, qorunma və harmoniya. Hər bir detal, rəng, sayı, hərəkət sizin onlarla münasibətiniz yuxunun tam mənasını açmağa kömək edir. Yekun olaraq, yuxuda qoyun görmək çox vaxt huzur və bolluq simvoludur. İbn Sirinin fikirlərinə görə, diqqətli və xeyirli yuxular həyat yolunuza işıq tutur və sizə həm ruhani, həm də gündəlik həyatınızda mesajlar göndərir. Unutmayın ki, yuxuların mesajlarını diqqətlə oxumaq, həyatınıza tətbiq etmək və gözlənilməz vəziyyətlərdə hazırlıqlı olmaq üçün əhəmiyyətlidir. Videonu bəyəndinizsə, kanalımıza abunə olun və növbəti yuxu yozmalarını qaçırmayın. Sağ olun və xeyirli yuxular.